Hər vaxtınız xeyir. Medikal Medianın Qadın Məsləhətxanası verilişində canlı yayında Facebook və Instagram, eyni zamanda YouTube səhifələrində sizinlə yenə görüşə gəlmişik. Qadın Məsləhətxanasında əlbəttə ki, mövzumuz qadın sağlamlığıdır, hamiləlikdəndir. Hamiləliyə təsir edən müasir son zamanlarda çox araşdırılan faktorlardan birindəndir. Antifosfolipid sindrom və onun ginekoloji aspektləri. Qonağımız da Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkim-ginekoloqu, ginekoloq doktor Ramil Teymurovdur. Xoş gəlmişsiniz Ramil doktor. Sağ olun, təşəkkürlər məni bu dəvət etdiyinizə görə. Mən istədim bir izahat verim. Yəni hərbi formada ginekoloq görüb qadın məsləhətxanasında tamaşaçılarımız təəccüblənməsinlər. Əlbəttə ki, hər bir hərbi xəstəxanada, hospitalda bir ginekoloji xidmət də olmaq məcburiyyətindədir. Heç bunun ayrıntılarına girməyə ehtiyac yoxdur. Aydın məsələdir. Mən sadəcə bu bir məsələni də qeyd eləmək istəyirəm, tamaşaçılar üçün bir arayışı da vermək istəyirəm ki, mövzunun adının belə elmi və dar mənada olması onlarda sıxıcı bir söhbət olacağı təsəvvürü yaratmasın. Əksinə, antifosfolipid sindrom deyən kimi ilk ağlımıza düşüklər gəlir, təkrarlayan düşüklər gəlir, bir sıra digər hamiləlik patologiyaları gəlir. Ona görə də hamiləlikdə çox rast gəldiyimiz problemlərdən, hətta antifosfolipid sindromdan başqa ona bənzər digər laxtalama pozğunluqları və yayılmış xəstəliklərdən daha sadə dildə danışmağa söz verə bilərik. Buyurun doktor. Tamam, təşəkkürlər doktor belə bir giriş verdiyinizə görə. İlk növbədə antifosfolipid sindrom haqqında danışmamışdan qabaq bizi daha narahat edən hamilənin birinci trimestrində olan ümumiyyətlə düşüklərdən danışmalıyıq. Bu çox böyük bir problem halına gəlmişdir. İlk növbədə həm tibbi aspektdən yox, bir çox bizim gənc xanımlarımızın ağlında, düşüncəsində, fikrində belə deyim çox böyük bir problem halına gəlmişdir. Xeyr, bu elə deyil. Buna yanaşma nə üçünsə bizim cəmiyyətimizdə də daha çox bir xasdır. Ona görə öncə bir demək istəyirəm ki, hamilənin birinci 3 ayında olan düşüklər böyük əksəriyyəti fiziolojidir. Yəni onlar illaki bir xəstəlik var, illaki bir tibbi bir problem var. Məndə düşük oldu deyə düşünürsünüzsə xanımlar, yəni çox yanlış bir düşüncədir. Bu fizioloji olaraq yəni orqanizmin normal qəbul edilməsi gərəkən bir durumlardır. Bu necə baş verir? Ən sadəsi, hər hansı bir səbəbdən ya yumurta hüceyrənin istehsalında, xromosomlarında genetik problemi olur və ya spermatozoidin istehsalında hansı bir genetik problemi olur. Bunlar mayalanır. Mayalanandan sonra bu mayalanmış bir zigotada, yəni mayalanmış bir hüceyrədə hansı bir genetik bir problem olur. Orqanizm özü bunu çıxdaş eləyir, atır bayıra. Genetik problem olanda elə bilirlər ki, valideynlər, yəni ata-ana, xanım və yoldaşı elə bilirlər ki, bu nəsə irsən keçən bir problemdir və dərhal özlərindən saysız-hesabsız bahalı analiz verməyənlərə bir meyl hiss eləyirik. Sonra da biz həkimləri günahlandırırlar ki, bahalı analiz istəyirsiniz. Yox, hər bir doktorum, hər bir bu durumda bahalı analizlərə getməyə gərək yoxdur. Məsəl üçün bir xırda bir şey deyim, biraz elmi terminlərə çox getməyəcəm, hər kəsin bəsit bildiyi bir şeylər deyəcəm. 46 xromosom anada var, 46 xromosom atada var. Bunların cinsel hüceyrələrində, yumurta hüceyrədə və spermatozoid hərəsində 23 dənə xromosom olur. Bunlar birləşir, 46 xromosomu yeni orqanizmə başlanğıc verir. Amma bu 46 xromosomun bir çox genləri var, bir çox belə deyək də, lokusları var, genləri var. Bunlar arasında translokasiyalar olur və bu qədər insanların müxtəlifliyi, genetik müxtəlifliyi bu translokasiyaların çoxluğu ilə izah olunur. Və ona görə yeni bir orqanizm olur. İlla ki, bir orqanizmada normal, tam sağlam bir orqanizmdə də bu translokasiya olanda illa ki, haradasa bir defekt, haradasa bir yanlış bir bölünmə baş verir, defektli bir yumurta hüceyrə olur və ya defektli xromosom, yəni o demək deyil ki, bu xanım və bu bəy xəstədir. Bəli. Bir də ki, nəzərə alsaq ki, düşüklərin çoxunun səbəbi xromosom say anomaliyaları olur. Onlar da irsən keçən durumlar deyil. Siz əvvəldə qeyd etdiyiniz kimi, daha çox yumurta hüceyrəni o meyoz bölünmə prosesində o çox elmi demədən belə deyək də, xromosomların paylanma problemi ilə əlaqədar bir haldır. Hansı bir defekt formalaşır. Məsəl üçün, bu 70-ci illərdə fransız cütlüyü var, bu cütlüyü, onlar xromosom analizləri aparıb. Yəni ki,
genetik problemlərin bir çoxu, 90%-i orqanizm tərəfindən çıxdaş olunur. Yalnız 3 növü, yəni ki, biz ona Turner sindromu deyirik. Bəli. Bir trisomiyalar, yəni xromosom Down sindromudur, sonra Edwards sindromu kimi xromosomlar, bir də multipladiyalar, tripladiya, tetrapladiya. Yəni bunlar xaric, yerdə qalan bütün genetik anomaliyalar orqanizm özü atır bayra, çıxdaş edir də, yəni böyük əksəriyyətində. Yalnız az bir miqdarı, yəni mayalanır, inkişaf edir və doğuşa qədər gətirib çıxa bilir. Yəni ona görə mənim bir mesaj olaraq bizim o gənc xanımlarımı demək istəyirəm ki, əgər sizdə düşük olursa, illa ki məndə bir xəstə var, məndə bir problem var və ya bəyimdə bir problem var deyə düşüncələrə qapılmayın. Nə qədər çox rast gəlinən haldır düşük? Yəni bütün hamiləliklərin neçə faizi düşüklə nəticələnir? Bu ədəbiyyatlarda müxtəlif olur. Hardasa belə deyim də 40%-dən 75-80% arasında dəyişir bu rəqəmlər. Ədəbiyyatların, nə bilim, bu məktəblərin, yəni Rusiya məktəbinin, Avropa məktəbinin yazdığı kitabları belə geniş götürsək, yəni 40% deyənlər, 75% deyənlər də var. Amma bunu biz real həyatda bu qədər çox görmürük. Yəqin çoxsunu heç hamiləlik fark etmədən, fərqində olmadan, heç ilk menstruasiya gecikməsi olmadan o kimyasal hamiləlik dediyimiz mənada düşür. O da çox sıxırda bir şeydən baş verir. Yəni normal bir şeydir. İmplantasiya gecikir. Qanda xolinoid gonadotropin, XGC, cəmaət hamısı XGC kimi bilir bunu. Qanda miqdarı vaxtında VT-yə qədər artmır. Yumurtalıqda olan sarı cisim düzgün belə deyək də qıcıqlanmır, belə deyək, yetəri qədər progesteron istehsal olunmur. Bu hamiləlik də belə deyək də, lori dildə desək, uşaqlığa bərkimir, yapışmır. Hamiləlik aybaşı uzaq 1 gün, 2 gündə gecikir və normal aybaşı qanı qatılır gedir və xanımlar arasında belə bir deyim var ki, bu dəfə menstrual siklım biraz çox oldu, yəqin soyuqlanmışam, narahatam, yox. Və bu soyuqlanmışam, narahatam düşüncəsində olan menstruasiyaların böyük əksəriyyəti sizin özünüz də fərqinizə varmadan baş verən düşüklərdir. Yəni. Bir bu səbəbdən çox sayda görmürük, görmədiyimiz, fərqində olmuruq hamiləliklərini. Bir də mən öz xəstələrimə belə izah edirəm. Yəni sizin dediklərinizi pasiyentlərə ilk övladını düşüklə nəticələnən, ilk hamiləliyi düşüklə nəticələnən ailələrə bunu deyəndə qəbul etmirlər. 15%, 20%, hətta 50% hamiləliklərin düşüklə nəticələndiyi faktını qəbul eləmir heç kim. Deyirlər, yox, necə yəni bizim qonşuda heç olmayıb belə bir hal. Adətən mən belə cavab verirəm ki, sizdə ilk hamiləlik olduğuna görə bunu faciə halına gətirmisiniz. Kiminsə evində 3 dənə uşağı varsa, 4-cüsü düşüklə nəticələndə gəlib sizə elan vermir əlbəttə ki, qonşuda. Ona görə düşükləri əsas vermək istədiyimiz mesaj odur ki, siz də qeyd elədiniz, düşükləri faciə kimi qəbul eləmək lazım deyil. Düşüklərə hətta fizioloji hal kimi də baxmaq olar. Amma bu bir dəfə olanda biz bunu deyə bilirik. Təkrarlayan olanda həm bunu pasiyentə demək mümkün deyil ki, bunu fizioloji hal kimi qəbul etsin. Həm də doğrudan tibb elmində də təkrarı düşüklər artıq fizioloji kimi yox, patologiya kimi qəbul olunur. Hansı halda biz təkrarlayan düşük sözünü işlədirik və bunu xəstəlik kimi qəbul edirik? Adətən, belə deyim, öncədən 3 və daha çox deyirlər. Son təvabidə görə artıq 2 və daha çox. Yəni, düşürüblər sayını ki... Xəstələrin xəttində biraz da sayını azaldıblar. Biraz da azaldıblar. Deyirlər ki, 2 və ya daha artıq düşükləri olursa, biz bunu təkrardan düşük kimi eləyirik və illa ki, bunun arxasında bir tibbi problemin olduğunu düşünməyə başlayırıq və başlayırıq bunu araşdırmağa. Araşdırırıq, tibbi problem olduğunu düşünürük, amma iş orasında da ki, yenə də tibbi ədəbiyyat qeyd edir ki, 50%-dən artıq hallarda idiopatik kimi, yəni səbəbi tapılmır. Tamamilə doğrudur. Yəni, biz bunu başlayıb niyə üçün başlayırıq araşdırmağa? Biraz pasiyentlərin baskısı ilə, həkim bir növ pasiyentin istəklərinin arzusuna doğru bu araşdırmaya gedir. Amma səbəbləri də olur. Bəli, səbəbləri də olur. Məsəl üçün, bir çox sadə bir təsnifatla belə bir şey bölüsək, mən birinci növ təsnifata ananın xəstəlikləri səbəb olur. Bunlar nədir? Kontrolsuz diabet, yəni nəzarət alınmış diabet, hipotireoz ola bilər. Yəni endokrin səbəblər. Endokrin səbəblərdən ola bilər. Yəni qalxanbəri vəzin problemlərində ola bilər. Sonra trombofiliya ola bilər. Hansılar ki, biz qazanılmış və... Trombofiliya, yəni qanın laxtalanma artışı ilə əlaqədar xəstəliklər. Qanın laxtalanma sisteminin pozulması və qanda həddindən artıq laxtalanma səviyyəsinin yuxarı qalxması ilə əlaqələndirə bilirik. Bunun da ətraflı danışacaq. Bəli, əsas mövzunu danışacaq. Öncədən ümumi bir görüş verim. Sonra biz nə verə bilərik?
davranış pozuntuları verə bilərik. Məsəl üçün uyğun olmayan həyat tərzi, indi Azərbaycan xanımlarına zərərli vərdişlər, yəni o qədər uyğun deyil. Bu tütün çəkmədir, alkoqol qəbuldur, narkotik maddədən istifadə, hətta dərmandan istifadə və digər teratogen faktorlar istifadə etmə və son vaxtlar bir stres faktorunda ayrıca bir səbəb kimi ayrılıblar. Belə ki, təcrübələr nəticəsində görülür ki, stres olan və düşükdə olan xanımlarda qanda urokartin kimi stres mediatorları tapırlar. Yəni belə deyək də, el əslində əsəb, stres, yəni düşüklərə səbəb olan kimi əlavə bir faktor kimi qeyd edilmişdir. Uşaqlığın forma pozğunluqları da istər qazanılma olsun, istər anadan gəlmə olsun, onlar da səbəb olar. Bəli, yəni sonundan sonra da yəni biz bu elmdə biz kongenital anomaliyalar deyirik. Yəni uşaqlığın, yəni qadın reproduktiv orqanlarının hansı bir anadan gəlmə anomaliyalarını misal göstərə bilirik. O biraz belə deyək, o daha asan tapılan, asan diaqnozu qoyulan, müayinə olunan, çünki onun müayinəsi daha asandır. Daha çox əlçidir, əlimizdə olan üsullar əlçatandır. Ona görə onu biz toxunmayın, biz daha bizim başımızı, ginekologların başını çox ağrıdan və xanımlarımızın başında çox belə cavabsız suallar qoyan bir patologiyalara yaxınlaşaq. Trombofiliyalar dediyim kimi iki yerə biz bölə bilərik. Bir, anadan gəlmə orqanizm tromba meyilli olmağı. Biz buna nə edə bilərik? Məsəl üçün, faktor 5 Leydin deyilən bir xəstəlik, o adı çox dərin internetdə varmayacam. Məsəl üçün, onun da heterozigot, homozigot formaları var. Homozigot forması daha yüngül, heterozigot forması daha yüngül, homozigot forması daha ağır hesab olunur. Yəni, bu anadan gəlmədir. Bunun da çox detallarına girməyəlim. O bilir ki, o laxtalanma faktorları 13 plazma və 22 trombosit faktorları var. Bəli, ona görə bunların hər birinin ayrı-ayrılıqda və ya hansı bir kombinasiyasının problemin nəticəsində anadan gəlmə ola bilər. Bu genetik bir şeylərdir. Əslində bu faktorların və mexanizmlərin laxtalanmaya təsirindən ziyadə tamaşaçılara bu maraqlı ola bilər ki, niyə laxtalanma artışı düşüyə səbəb olur? Mən düzü ilk veriləsi sualdır bu əslində. Amma mən indiyə qədər heç bir pasiyentdən bu sualı eşitməmişəm. Heç bir pasiyent, yəni çox qəribə gəlir, çox mənasız və məntiqsiz, əlaqəsiz suallar eşidirik pasiyentlərdə. Amma bir pasiyent də soruşmuş ki, doktor, bu laxtalanmanın düşüyə nə dəxli? Amma istərdim ki, tamaşaçılar onu bir eşitsinlər bizdən ki, yəni laxtalanma niyə düşür? Laxtalanma artışı, laxtalanmaya meyillik niyə düşüyə səbəb olur? Biz belə deyək də, o laxtalanmanın, ümumiyyətlə laxtalanmanın artışı növünə asılı olaraq. Hamısı eyni cür təsir eləmir. Biz deyirik ki, laxtalanma artışı, onların biz növləri var. Mən icazənizlə... Burada biz qan damarlarını görürük. Bəli, qan damarlarının tıxanması, trombomələ gəlir. Bu və digər orqanların... Ciftin formalaşmasına. Ciftin formalaşmasından öncədən bir momentə toxunmaq istəyirəm. Tamaşaçılarımızın diqqətini çatdırmaq istəyirəm ki, trombofiliyalar, yəni laxtalanma artışı, laxtalanmaya meyillik, istər anadan gəlməsi, istər qazanılması ilk növbədə ananın həyatına təhlükə törədəcək durumlarla qarşı-qarşıya qoyur bizi. Yəni, bəzən biz ginekoloqlara yaxınlaşırlar, deyirlər ki, laxtalanması artır, müalicə ilə övladı, xanım hamilə qalsın. Amma biz bir çoxlarını izah edə bilmirik ki, yəni bunda səviyyə çox ağırdır, tamam da biz bunu tədavi etdik, müalicə etdik, hamilə qaldı, amma hamiləliyin gedişi çox ağır gedəcək. Ananın həyatı təhlükə altına alacaq. Hətta doğuşdan və ya qeysər əməliyyatından baxır, hansı növ doğuşa keçirir. Ondan sonra hətta 6 həftə müddətinə qədər hələ bəzi preparatlardan, heç də asan preparatlar deyil, yüngül preparatlar deyil, onlardan istifadə edəcək. Qanadurlaşdıran preparatlardan, indi burada adlarını çəkmək istəmirəm. Molekul adını çəkə bilər. Heparin molekulu, düşük molekulalı heparin preparatlarından, törəvlərindən istifadə edirik. Yəni, çox asan bir patologiya deyil. Nə müalicəsi, belə deyim də, rahatdır. Bir də siz qeyd elədiniz, üstündən ötəri keçdik, amma çox vacib məqama toxundunuz. Əgər qanın laxtalanmağına meyildən gedirsə söhbət, burada məsələ təkcə dediyiniz kimi rüşeymi uşağı itirməkdən getmir. Həmin xəstələr hamiləlik dövründə qanın laxtalanma qabiliyyəti biraz da artdığına görə dərin vena trombozundan tutmuş ağciyər tromboemboliyasına qədər və digər orqanların tromboemboliyasına qədər ağır təhlükələr, durumlar baxımından risk daşıyırlar. Və ona görə də təkcə uşağa görə yox, ananın həyatı baxımından da onu deyirdiniz bayaqları. Nəinki hamilə doğuşa qədər, hətta doğuşdan sonra zahalıq dövründə 6 həftə qan durlaşdırıcı dərmanlar qəbul etmə məcburiyyətində qalırlar. Yəni bu indi adını çəkəcəyim bu kataçid adifosforid sindromun
bir katastrofik növü də var. Aha. Bilirik ki, yəni katastrofik növü olanda, yəni ölümə gətirib çıxara, yəni bir çox hallarda ölümə gətirib çıxara bilən bir şeylərdir. Yəni orada artıq o uşağa qalma, yəni hamiləlik sürdürmə yox, artıq ananın həyatı prioritet olaraq ilk növbəyə gəlir. Aha. İndi bu Mən istərdim belə bir sual verim. Bəli. İndi biz danışdıq ümumi ki, təkrarlayan düşüklər var, onların səbəbləri nə ola bilər və səbəblərdən də qanın laxtalanmağın artışına meyldən danışdıq. Bəs bu səbəbləri bizim aşkara çıxarmaq üçün bizim əlimizdə hansı müayinə metodları var? Həm ümumi, bayaq qeyd etdiyimiz səbəbləri toxuna bilərsiniz, toxunmaya da bilərik, çünki əsas mövzumuz o deyil. Və xüsusilə də laxtalanmaya meyl, trombofiliya diaqnozlarını necə qoyuruq? Trombofiliya diaqnozlarını biz əsas qan analizləridir bizdə. Qan analizlərində bizim... Bu sualı niyə görə verdim? Siz fikrinizi toparlayana qədər mən tamaşaçılar üçün izah edeyim. Çünki görürük ki, xəstələr gəlir əllərində qalaq-qalaq analizlərlə. Heç pasiyent bilmir ki, bu hansı analizi niyə verib. Mən razıyam. Pasiyent analizləri yorumlamaq məcburiyyətində deyil. Analizi verdirmək və onu yorumlamaq biz həkimlərin işidir. Amma digər tərəfdən də xəstəyə yazdığımız, xəstəyə etdiyimiz və təyin etdiyimiz hər bir müayinə metodunu onun başa düşəcəyi dildə izah etmək də biz həkimlərin vəzifəsidir. Sonra o nəticəni də yenə də pasiyentin başa düşəcəyi dildə onun üçün yorumlamaq, izah etmək yenə də bizim vəzifəmizdir. Hazır bu fürsət düşmüşkən istərdim ki, siz elə bilin ki, bir pasiyentlə danışırmış kimi onları izah edəsiniz. Hansı analizləri nə üçün istəyirik və nəticəsi bizə nələri göstərir? Bizim, tamam, anladım sizi doktorum. Bu pasiyentin mənə ilk məlumat verəcəyi analizlərdən ümumi qan analizi götürəcəyik. Elə ən sadə, ən bəsit. Qanın laxtalanması, koagulogramma dediyimiz, orada fibrinogen, APTT və trombin hamısı göstərilən bir analiz, koagulogramma profili istəyirik. Ən sadəsi bunlardır. Və bizim insanlarımız bəzi maliyyət problemləri olduğu üçün, bunlar üçün ən yüngülü, ən ucuzu bunlardır. Amma bundan sonra bizim istəyəcəyimiz biraz qiymət olaraq da bağlı bir şeydir, bahalıdır. Amma bizim üçün daha informativ analizlərdir. Bunlar, misal üçün, antifosfolipid sindromunu göstərəndə bizim burada əsas 3 antifosfolipid maraqlandırır. Biri kardiolipin analizlərini istəyəcəyik. Biz anti-beta-2 glikoprotein 1 analizlərini istəyəcəyik və qırmızı qurd eşeneyi antitellərini biz istəyəcəyik. Antilopus koagulant şeylərini istəyəcəyik, analizlərini immunoglobin istəyəcəyik və bizim diaqnoz qoyulmasında da biz bildiyimiz şeydir, ginekoloqların bildiyi kimi sizdə antifosfolipid sindromu var sözünü deməyiniz üçün bizim bəzi kriterimiz var. Yəni bir dəfə analiz müsbət çıxdı, sizdə bu xəstəlik var, sizin diaqnoz budur, gəlin sizə bu üsulla müalicə edim. Xeyr, biz bunu deyə bilmirik. Bizim buna ixtiyarımız çatmır. Əslində, əlbəttə ki, bütün xəstəliklərdə diaqnoz dəqiq qoyulmalı, ondan sonra müalicə aparmalıdır. Amma müəyyən xəstəliklərdə bir empirik müalicə anlayışı var. İndi bu təkrarlayan düşüklərdə də son zamana qədər belə bir empirik müalicə var idi, mübahisə var idi dünya alimləri, dünya həkimləri arasında ki, trombofiliya diaqnozu dəqiq qoyulmadan qan durulaşdırıcı müalicə təyin edilsinmi, edilməsinmi? Bəlkə də analizlərin bahalılığı baxımından o empirik müalicəni dəstəkləmək olar. Yəni o da düzdür. Bugün dünya elmi empirik qan durulaşdırıcı müalicənin tərəfdarı deyil. Amma praktik baxımından bəlkə də çox da qınamaq olmaz. Amma biz sizin yanaşmanızı eşidək ki, yəni siz hansının tərəfdarısınız? Biz, mən sizə deyim, mən öncə diaqnozu dəqiq qoymanın tərəfdarıyam. Belə ki, bu antifosfolipid sindromun diaqnozu qoyması üçün mənim əlimdə ən azı 2 klinik əlamətlərdən biri olmalıdır. Yəni bu klinik əlamətlərdən də açıqlayayım. Birincisi pasiyentin, yəni bir xanımın anamnezində, həyatında venoz tromboz, yəni bir əlamətlər olmalıdır, bir hekayəsi olmalıdır ki, öncədən hansısa bir venoz trombozu olub. İkincisi isə öncə dediyim 2 və də artıq düşük olmalıdır. Bəli, bu özü bir klinik əlamətdir. Yəni bunlardan ikisindən biri olarsa və 3 dənə saydım sizə, 3 dənə laborator kriteriydən 3-ündən biri məndə olarsa və 6 ay aralıqlarla aparılan analizlər nəticəsində bu laborator əlamət təkrarlanarsa, o zaman sizdə bu xəstəlik var sözünü tam əminliklə deyə bilərəm. Beynəlxalq qəbul olunmuş kriteriylərə görə. Bəli, siz empirik müalicəyə toxundunuz.
Bir çox hallarda biz Azərbaycan reallığında Aha, bəli, onu demək empirik istədim müalicəyə biz başlamaq məcburiyyətində qalırıq. Təbii ki, bir həkim kimi məncə fikrimi bölüşərsiniz. Yox, bu təkcə Azərbaycan Biz istərik yox. ki, hər xəstə haqqında hər tərəfli məlumatımız olsun, ideal bir xəstəmiz olsun, kitabi olaraq analizlər qarşımızda olsun və deyək ki, tamam, bu kriteriyə görə bu var, səndə bu xəstəlik var, gəl kitabi olaraq sən bir müalicədə başlayaq. Bu ideal bir xəstədir, ideal bir şəraitdir, ideal bir durumdur, amma belə bir şeylər çox nadir rast gəlinir, hardasa heç rast gəlmir. Bəli, ona görə düşük doz aspirin, yəni aşağı doz aspirinlə müalicəyə başlanmaq kimi Bugün əlimizdə ən belə deyim, 10 illiklərin, hətta bəlkə 100 illiklərin sınağından çıxmış, qanı durulaşdıran, trombositlərin aqreqasiyasını qarşısına alan dərman, ən çox istifadə etdiyimiz dərman aspirindir. Minimal dozda, düşük dozda aspirinlə başlayaraq, siz dediyiniz kimi empirik müalicəyə biz başlaya bilərik. Bunun daha irəli gedən, məsəl üçün antifosforiz sindromun təkcə ginekoloji deyil, amma təkcə sözünü də işlətməzdim, daha çox revmatoloji bir Əslində mən o sualı verəcəkdim, çünki biz hər verilişdə hansı xəstəlikdən danışsaq, mən o sualı verirəm. Niyə görə? Çünki o sualı biz hər bir pasiyentdən eşidirik. İstənilən diaqnozu qoyduğumuz anda ilk eşitdiyimiz sual bu olur. Doktor, bunun səbəbi nədir? Siz də eşidirsiniz. Baxmayaraq ki, tibbdə bir çox xəstəliklərin səbəbi bilinmir. Artıq səbəb anlayışı, etiologiya anlayışı öz yerini risk faktorları anlayışına buraxmışdır. Amma mütləq bizi izləyən tamaşaçılarda antifosfolipid sindromu deyə biz danışarkən, bu antifosfolipid sindrom dediyimiz xəstəliyə, bu qədər problemli xəstəliyin səbəbi nədir deyə sual yaranacaq. Siz də dediniz, revmatik xəstəlikdir. Bəlkə bir-iki kəlmə ilə, tam revmatologiya biz terapevt, revmatoloq deyilik. Amma bəlkə bir-iki kəlmə ilə bir sadə dildə onları izah eləyək. Tamam, öncə bunu demişdim, bir cümlədə əlavə edim. Öncə bir trombofiliya deyəndə, mən şəxsən öz yanaşmamı sizə deyəcəm. Mən bu xəstələrimizə həmişə belə yanaşıram. Anadan gəlmə trombofiliya qarşıma çıxdıqda mən həmişə hematoloqla tandemdə müalicə edirəm. Ən doğrusu da budur. Həmişə, yəni tək başına bu məsuliyyəti həmin məsuliyyət baxımından. Trombofiliya bayaq qeyd etdiyimiz kimi bir ginekoloji xəstəlik deyil, hematoloji xəstəlikdir. İlla ki bir hematoloqun bir fikrini alacağam. Bu da çox önəmli bir mesajdır. Mən istəmirəm bu sözün də üstündən ötəri keçək. Çünki mən o hamiləlik və yanaşı xəstəliklərdən danışanda bunu hər dəfə qeyd etməyə çalışıram ki, biz ginekoloqlardan, hamiləlik aparan həkimlərdən hər xəstəliyi müalicə etməyimizi gözləyirlər bizim pasiyentlərimiz, hamilələrimiz. Amma bir hamilədə yanaşı gedən bir qan xəstəliyi, məsələn trombofiliya varsa, ona hematoloq kimi bir professional mütəxəssisin baxıb yönləndirməsi, dərmanların dozasını təyin etməsi və s. aparması bu baxımdan sonraki hamiləlikdən, doğuşdan sonraki xəstəliyin aparılması da ən doğrusu olar. Ona görə bu nüansı qeyd etdiyinizə görə sizə ayrıca minnətdarlığımı bildirirəm. Yəni ona görə həmişə bir hematoloqun fikrini alınması bizim üçün çox önəmlidir. Hətta hematoloq bir korreksiyasını versin, xəstəni bir nəzarət altına alsın. Çünki bu siz demək ki, onun ixtisas sahəsidir. Niyə görə onun adını çəkdim? Antifosforiz sindromu olan pasiyentlərimdə isə mən illaki bir revmatoloqun fikrini alacağam. Onun bir nəzarətində olsun. Çünki yanaşı olaraq qırmızı qurdeşeneyi, lupus dediyimiz kimi bir xəstəlik var. Bu bir böyle ağır bir böyrək patologiyası var orada. Tamamilə razıyam. Yəni bu xəstəlik varsa yanaşı, biz belə deyək, uşaq arxasıca, niyə uşaq olmur, arxasıca gedən yerdə gözümüzdən daha ağır və ananın həyatını təhlükəyə ata biləcək başqa bir patologiyanı gözdən qaçıra bilərik. Ona görə illaki bir revmatoloq baxacaq, antifosforiz sindromu xəstəyə yanaşı bir fikir alacaq, bir müzakirə edəcək və xəstənin bundan sonraki müalicəsi necə olacaq, hansı bir partlarını istifadə edəcək, hansı kombinasiyalarını istifadə edəcək, onu bir bərabər bir qərar verməliyik. Əslində bu qədəri bəlkə də yetərlidir. Yəni istəsəz aça bilərsiniz antifosfolipid sindromu. Xırda bir şey deyəcəm antifosfolipid sindromundan. Bu nədir? Orqanizmdə autoimmun, autoagresiv. Yəni bir növ deyək ki, hansı bir səbəbdən orqanizmin özündə olan, yəni özündə qayət normal olan fosfolipidlərə qarşı antitellərin bir allergiyasının yaranması kimi bir şey başa düşə bilərsiniz. Yəni bir sadə dildə desəm. Bəli, əslində elə allergiyadır. Biz buna elmi dildə tələbə vaxtı hiperhəssaslıq reaksiyası deyə öyrənmişdik. Yavaş gedişli hiperhəssaslıq. Yəni allergiya deyəndə tamaşaçılar, xəstələr bəlkə elə bilirlər ki, elə qaşındım, hansısa meyvəyə, çiyələyə allergiya verdim, ya qaşındım, ya üzüm şişdi. Təkcə o deyil allergiya. Allergiya odur ki, orqanizm bəzən öz daxilindəki öz zulalını yabancı zulal kimi qəbul edib, öz toxumasını yabancı kimi qəbul edib, ona qarşı anticismlər ifraz etməyə başlayır. Bəzən bu çox alovlu
reaksiya şəklində özünü göstərir, övrələr övrələr şəklində, misal ya Kvinke ödəmi şəklində, ən anafilaksiya ağır şəklində. forması anafilaksiya kimi. Bəzən də belə yavaş gedişli hiperhəssaslıq reaksiyası dediyimiz autoimmun revmatik xəstəliklər şəklində. Burada da öz hüceyrələrinə qarşı əmələ gələn anticisimlər o ciftin xırda damarlarında laxtaların yaranmasını gətirib çıxardır. Bir növ bu artıq biz birinci trimestrdən danışdıq, artıq ikinci trimestrdən şeylərinə keçmək istəmirəm, amma əsasən birinci trimestrdə biz bunu fetal dövrdə 9-12 həftə arasında olan düşüklərdə biz aid edə bilərik və daha çox antifosforid sindrom, belə deyim də, asan dildə deyə başa salıcı izah edə bilsəm fikrimi, ya antifosforid sindrom ya heç hamilə qalmağa imkan vermir, yəni bu birinci trimestr aid. Əgər imkan verirsə də, nəzarətdən qaçırsa, düzgün müalicə olunmursa, erkən düşüklərə, bətindaxili inkişafdan geri qalmalar səbəb ola bilən bir ağır patologiyadır. Yəni, birinci trimestrdə düşük olmasa, bu problem həll olundu demək deyil. Hələ sonraki aylarda bizi daha fərqli ağırlaşmalar da döl baxımından, ana baxımından gözləyir. Bətindaxili inkişaf geriliyi, ana baxımından da preeklamsiya. Preeklamsiyalar daha ağır formu, artıq ana baxımından preeklamsiya, erkən doğuş. Plasentanın qopması, dölün ani ana bətində ölümləri və s. Bu kimi ağır problemlər görür. Yəni ki, bu xəstələr daim nəzarətdə olmalıdır. Adınız bir dediyim kimi, hətta doğuşdan da 6 həftə sonraya qədər ana sağlamlığı baxımından nəzarətdə olmalı olan bir patologiyadır. Ciddi bir patologiyadır. Əlbəttə ki, xəstəlikdən, səbəblərindən, mexanizmindən geniş danışdınız, məlumat verdiniz. Çox təşəkkür edirəm. Bir sonraki sualda həmişə bu olur, müalicə. Yəni, pasiyent gözləyir ki, bir dərmanla və yaxud da ki, özləri demişkən kurs müalicə ilə biz bir problemi, bir xəstəliyi həll eləyək. Düzdür, siz müəyyən dərmanların adını çəkdiniz. Qan durlaşdırıcı dərmanlar əlimizdə arsenal çoxdur. Dediyimiz kimi aspirin başda olmaqla. Nə dərəcədə effektivdir? İstər müalicəvi, istər profilaktik baxımdan. Belə deyim də, yanaşı olaraq... Mən bu sualı niyə görə verirəm, onu da qeyd edeyim. Müalicə budur, dedik, üstündən keçə bilərik. Pasiyentlər bu tip xəstəliklərin müalicəsində biz həkimlərdən bir radikallıq gözləyirlər. Sanki aspirini içdisə, daha əvvəl 7 dənə düşüyü olan bir qadında bu hamiləlikdə düşük olmayacaq. Bunu söz verə bilirikmi? Xeyr, xeyr. Burada sizin sözünüzə qüvvət bir momenti vurğulamaq istəyirəm. Yanaşı olaraq revmatoid mənşəli olduğuna görə bəzən hormonal preparatlardan da yanaşı olaraq istifadə etməli oluruq. Hormonal preparatlar adına kimi hormonal və xanım hamilədir. Xanımda zaten hormonal bir status var. Biz də hormonal preparat istifadə edirik. Yəni, bu zaten yaxşı bir görünümdür. Bəli, riskli bir hamiləlikdir. Yəni, biz hər addımımızı çox ehtiyatlı atmağa çalışırıq və bundan sonraki addımımızda biz uğur qazanacağımıza heç bir garanti yoxdur. Müəyyən bir faiz bizə bəlkə müəyyən bir faiz var. Məsəl üçün, biz ki, düşük molekullu heparin preparatları, enoksiparin tərkibi preparatlardan istifadə edirik. Amma başladıq istifadə sona qədər istifadəyə gərəklidir. Bəzi olur ki, baxın, xanımlar, hamilələr, mən şəxsən mənim təcrübəmdə olur beləsinə, mən bu qədər vırdım, özümü yaxşı hiss edən bir 10 gün vırmayım. Xeyr, xanımlar, xeyr, bizim hörmətli pasiyentlərimiz, həkimimizi eşidin, dinləyin, düzgün riayət etmək lazımdır. Belə ki, siz bütün həkimin təyinatlarını doğru düzgün riayət etsəniz də, bütün laborator analizləriniz, bütün müşahidə vaxtında normal görsəniz belə, siz riskdən uzaqlaşmış deyilsiniz. Elə dərmanların adını çəkmişkən yenə bir sual gəldi. O, həmişə pasiyentlərdən eşitdiyim sualları mən burada kollegalarıma verirəm. Həm onlar eşitsinlər deyə, tamaşaçılar eşitsinlər deyə, həm də kollegalarımın taktikası da mənim üçün maraqlı olur. Məsələn, aspirin də başlasaq, heparin də başlasaq, bir də bunun davam etmə şəkli var. Məsələn, bəzi kollegalarımız və yaxud tibbi ədəbiyyatlarda sadəcə plasentanın, ciftin formalaşma dövründə aspirinin təyin edilməsi, ondan sonra kəsilməsi tövsiyə olunur. Bəzilərində necə də olsa bir prostaglandin inhibitoru olduğuna görə, botal axacağını bətin daxili dövrdə bağlama ehtimalına görə 31-32 həftəyə qədər təyin olunması, ondan sonra kəsilməsi tövsiyə olunur. Ondan başqa, tutaq ki, aspirini kəsdik, heparin davam elədik. Gerçi heparinin təsiri biraz mübahisə obyektidir, düşük molekullu heparinlərin. Amma yenə də çox tətbiq olunur, çox tətbiq edirlər kollegalarımız. Biz özümüz də yazırıq. O zaman da bu dərmanların, tutaq ki, xəstədə doğrudan da sübut olunmuş bir trombofiliya var. Hətta dərin ven trombozu var. Biz də
heparin təyin eləmişik. Bu dəfə belə bir sual meydana çıxır. Normal doğuş mümkündürmü? Keysəriyyə mi olmalıdır? Əgər keysəriyyə olmalıdırsa, niyə keysəriyyə olmalıdır? Zamanlanması necə olmalıdır? Bu barədə sizin taktikanız necə olur? Sırf praktik baxımdan. Şəxsi belə deyim, öz praktikamdan belə deyim, çox sadəcə olaraq mən düşük molekuli heparinə başladımsa, bir də sezaryen əməliyyatı ilə bitirirəm. O vaxta qədər davamı kəsilmədən davam edirəm. Sezaryana girərkən problem yaratma ehtimalı, yəni problemdə qanaxma vermə ehtimalı. O ehtimal hər zaman var. Amma bir sutka öncədən, 24 saat öncədən kəsilir. Yəni zaten sezaryen bizim keysəriyyə əməliyyatı planlı əməliyyat olduğu üçün, yəni günü tarixi bəlli olduğu üçün 24 saat öncədən kəsilir. Zaten stasionar şəraitdə yatızdırılır. Nəzarət altında qalır pasiyent, 24 saatdan sonra keysəriyyə əməliyyatı həyata keçirilir. Yəni şəxsən mənim taktikam başladınsa düşük molekulu heparinə arada saxlamaq yox. Burada keysəriyyə əməliyyatına göstəriş kimi hansı durumu, nə bizi məcbur edir keysəriyyə əməliyyatı? Mən qanama kontrolunun belə deyək daha rahat olduğunu, çünki əsas qanama kontrolü, çünki bu qan durulaşması, təsəvvür edin ki, biz bunu ortalama 8-9 ay bu xanımın qanını durulaşdırmışıq. Qanı durudur. Normal doğuş zamanı baş verə biləcək normal doğuşun fəsadlarından biri birinci qan axmadır. Normal doğuşda bu qanamaq olarsa onun kontrolu biraz çətindir. Kontrolu öz əlimə almaq üçün deyirsiniz. Bəli də, nəzarəti almaq üçün. Yəni ki, keysəriyyə əməliyyatı bir növ sığortadır. Sığorta baxımından alırıq. Yəni bu zaten bu cür pasiyentimiz varsa, bu cür uşaq hamilə qalıbsa, deməli bu çox gözlənilən uşaqdır. Yəni, uzun müddət ağrı müalicələrdən keçibdir. Yəni riskli hamiləlikdir zaten. Yəni belə deyək də bu doğuşu riskə almayalım və evə ananı salamat bir uşağına evə yola salalım deyə düşüncə ilə edilən bir şeydir. Bir də indi siz də Türkiyədə Gülhane Askeri Tibb Akademisində ixtisas keçmisiniz. Mən də Türkiyədə ixtisas keçmişəm. Orada ixtisas keçdiyimiz mərkəzdə biz də keysəriyyə çox meyil eləyirdik bu tip xəstəliklərdə. Əlbəttə ki, mütləq göstəriş saymaq olmaz. Trombofiliyanı və heparin müalicəsi mütləq göstəriş deyil keysəriyyə. Amma bizim kafedra müdürümüz o vaxt bizə çox gözəl belə bir izahat vermişdi. Doğuşun zamanlaması üçün. Doğuşu zamanlamaq biraz daha çətindir. Keysəriyyənin vaxtını, saatını özümüz təyin edirik. Antikoagulyant istifadəsində də bu daha ən rahat metoddur şəklində. Amma yenə də mütləq göstəriş demirik. Mütləq göstəriş deyil. Pasiyent seçərsə, yox, mən özüm doğuşu etmək istəyirəm. Və təkrar doğuşdursa, doğuşun gedişatı keysəriyyədən daha asan olacağı gözlənilirsə, o zaman niyə doğmasın? Zaten doğuş şəklini necə olacağını biz öncədən bir pasiyentlə danışırıq, məsləhətləşirik. Bu üsulun və digər üsulun müsbət və mənfi cəhətdən hər şeyi qarşısına qoyuruq. Bu halda mən bunu seçimi həmişə pasiyentə qoyuram və nə üçünsə bir çox hallarda mütləq şəkildə böyük əksəriyyəti keysəriyyə əməliyyatının seçimi üstünlüyü verir. Əslində biz həmişə demək olar ki, hər verilişdə, hamiləlikdən danışdığımız hər verilişdə tibb elminin tələblərinə uyğun olaraq normal doğuşu təbliğ edirik və s. Amma ki, mən bir nüansı da çalışıram, xüsusilə son vaxtlar hər məclisdə, hər söhbətdə qeyd edeyim. Bu müzakirələr doğuşmu yoxsa keysəriyyəmi? Keysəriyyəyə göstərişin olmadığı, xəstənin və yəni hamilənin və uşaq üçün risklərin olmadığı, sırf istəyə bağlı keysəriyyələrin müzakirəsində biz deyirik ki, doğuş məsləhətdir. Riskli hallarda ki, dediyimiz durum da o riskli hallardan biridir. O zaman əlbəttə ki, bir qərar veririk və o qərara görə də, əgər keysəriyyə qərar verirsə, o qərara görə də hərəkət edirik. Burada normal doğuş üçün təkid eləməyin yeri yoxdur. Əslində trombofiliyalardan danışarkən biz bu yağları vaxtından bətindaxili inkişaf geriliyindən qeyd elədik. Bətindaxili inkişaf geriliyi nədir? Ciftin bir problemidir. Ciftin bir qan dövranı pozğunluğudur ki, yetərsiz qidalanması. Bəli, bu halda da doğuş bir risk faktorudur hipoksiya baxımından. Zaten mən normal fizioloji hamiləliklərdə hər zaman normal doğuşun tərəfdarıyam. Normal fizioloji doğuşdan gözəli yoxdur. Həm ana üçün, həm gələcək övlad üçün. Amma yenə riskli dönəmlərdə belədir, bizim əlimizdə xəstənin vəziyyətini kontrol etməyə vasitələrimiz çox olur keysəriyyə əməliyyatında. Ona görə mən o baxımdan deyirəm. Amma normal doğuş təbii ki, daha yaxşı olardı. Sizə tam razıyam. Doktor, bugünkü söhbətimizdə elə bil ki, düşüklər, sporadik düşüklər, təkrarlayan düşüklər, onların bilinən hallarda ən çox rast gəlinən səbəbi olan trombofiliyalar və qazanılma trombofiliyaların
bir növü olan, bir növü yox deyə, belə deyək, qazanılma trombofiliya olan antifosfolipid sindromdan danışdıq. Mənə elə gəlir ki, əslində qısa danışsaq da, necə deyirlər, qısa və öz danışdıq. Çalışdığımız qədər əhatə etdik. Amma yenə də bizim nəzərimizdən qaçıb da sizin demək istədiyiniz, toxunmaq istədiyiniz, verilişə gələrkən, bir neçə gün bundan qabaq verilişi mövzusunu seçərkən, söyləmək istədikləriniz varsa yenə eşidək sizdən. Verilişin adı antifosfolipid sindromdur. Bunu bu şəkildə seçmişiksə, yəqin ki, vermək istədiyiniz mesajlar var, toxunmaq istədiyiniz nöqtələr var. Bəlkə nə isə unutduq. Yəni, və yaxud bir də ki, bir hamiləlik təqib edən bir mama ginekoloq kimi ümumiyyətlə hamilələrimizə ya bu baxımdan, ya başqa baxımdan demək istədiyiniz nələr var? Bu fürsəti varkən. Mən fürsətdən istifadə edərkən, çox sağ olun doktor, bu fürsətdən istifadə etmək istəyirəm. Hər şey, belə bu xəstəlik haqqında biraz qısa, bir xülasə bəzi şeyləri deyim. İlk növbədə fosfolipid sindroma aid olmasa da dolayı yoluna hər düşüyü faciəyə çevirməyin. Məncə ən önəmli mesajdır. Hər faciəyə çevirməyin. İkincisi, 2 və daha artıq düşükləriniz olarsa, ilk növbədə vaxt uzatmadan həkimə müraciət edin. Həkiminizi yaxşı dinləyin və sizin bu düşüklər məndə nədən baş verdi sualına cavab verəndə həkim sizə bu normaldır, fiziolojidir cavabı verərsə, bu cavaba hazır olun. Həmən həkimə, bu həkim bilmədi, mənim dərdim bilmədi, gedin başqa həkimə düşüncəsinə qapılmayın. Çünki o həkim əksər hallarda doğru cavab vermiş ola bilər sizə. Yəni, bu önəmli momentlər bunlardır. Siz deyirsiniz, çox önəmli bir məqama toxundunuz. Mən heç vaxt cümləni bu şəkildə qurmamışdım. Baxmayaraq ki, bu məsələ biz həkimlər üçün, son dövr, son nəsil həkimlər üçün çox aktualdır. Biz, müasir tibb deyir ki, bizə bu şəkildə öyrədilib ki, hər şikayət, hər gələn xəstənin illa bir xəstəliyi vardır deyə bir şey yoxdur. Ola bilər ki, bir sıra şikayətlər ümumi fizioloji bir halla da əlaqədar ola bilər. Ola bilər ki, biz pasiyentə, xüsusilə bu hamiləlikdə olur, deyirik ki, bu bir xəstəlik əlaməti deyil, ortada bir diaqnoz yoxdur və əlbəttə ki, uyğun olaraq bir müalicə də yoxdur. Belə hallarda dediyiniz kimi pasiyentlər ya bizdən inciyirlər, ya da bizim savadsız olduğumuzu düşünürlər. Yəni, bu qrupda durumlar vardır. Bu qrup xəstəlik deməyək də, belə şikayətlər, belə durumlar vardır ki, doğrudan da ortada bir xəstəlik yoxdur. Sizin dediyiniz kimi, belə dediyimiz zaman bizdən inciməsinlər. İnciməsinlər, yəni özünüz də maşallah... Xüsusilə hamiləlikdə əlinizin altında internet var, məlumatlarınız çoxdur. Hər zaman həkimimizin dediyi sözü yoxlamaq imkanınız var. Bəli, kör-körənə inanmağa ehtiyac yoxdur. Sadə, populyar məqalələr var, türk dilində var, ingilis dilində var. Müalicəsindən və diaqnostikasını deyim ki, diaqnostikası bir adını çəkdim, çox çətindir son nöqtəni qoymaq diaqnozun sözünün sonunda. Ona görə həkimimizə biraz zaman tanıyın, zaman verin. Çünki beynəlxalq qəbul olunmuş standartlarla bu xəstəliyin diaqnozunun qoyulmasına zaman lazımdır. Yəni, həkim mənə bu gün, indi, bu dəqiqə, bu saniyə diaqnozumu qoy, indi mənim müalicəmi təyin elə və mən də sabah yaxşı olum, belə şey yoxdur. Bu xəstəliyə uyğun deyil. Doğrudan da təkrarlayan, bu baxımdan, o qeyd etdiyiniz nüanslar baxımından təkrarlayan düşüklər bizi pasiyent qarşısında ən çox yoran, ən çox çıxılmaz vəziyyətdə qoyan. Aciz vəziyyətə qoyur. Bəli. Pasiyent bizdən cavab gözləyir, mən ona həmən cavabı verə bilmirəm. Çünki mənim birinci etap, ikinci etap, üçüncü etap etməli olduğum müayinələr var. Onlar da bəziləri menstrual siklinin gününə bağlı olan vaxtlar var. Bəzən dediyim kimi 6 həftədən bir etməli olduğum bir şey. Yəni, indi çıxdı, bunlar hamısı antitellər qanda əmələ gəlib gedəndir. Yəni, keçici olan da, tranzitor da ola bilər. İlla ki, sizə diaqnoz qoyub, heç də yüngül olmayan qan sulandırıcı başlaya bilmərəm ki. Məsələn, çalışırıq ki, xəstənin xərici çox çıxmasın analizlərə. Misal üçün, bir qrup səbəblər də təkrarlayan düşüklərdə, bayaq siz qeyd elədiniz verilişin əvvəlində, o dəngəli tarazlı translokasiyalar olur. Bəli, translokasiyalar. Ata-ana normaldır, amma xromosomun bir qolu qopub əyri bitib, belə deyək. Onu aşkar etmək üçün bir karyotip müayinəsi lazımdır. Biz baxalı bir şeydir. Yəni, sonra xəstə bunu verir, gəlir, çox vaxtda cavabı normal çıxır. Bu dəfə də pasiyentdə belə bir fikir yaranır ki, sanki biz onu boş yerə, lazımsız yerə müalicəyə göndərmiş olduq. Amma bu diaqnostik kriterlərin içində eləməyəndə də növbəti bir analizlərdən biridir. Yəni, ona görə bu mövzuya mən çox mövzunu bu seçdim ki, yəni bizi aciz qoyan bir mövzudur və belə bir növ bir çağırış kimi, bir anlayış çağırışı kimi pasiyentlərə deyim ki, yəni bizi də anlayın ki, bu qədər çətin bir problemdir və
biz gərək sizlə biz birləşib bu problemə qalib gələk. Yəni bizə kömək edin. Daha doğrusu indi biz həkimlər, cərrahi ixtisas, o qanla məşğul olan həkimlər, qan içində işləyən həkimlər, bizim üçün insan həyatı tək önəmli bir məfhumdur, belə deyə bilərik. Həmişə prioritetdə insan həyatıdır. Əslində hamiləliklərdən danışarkən də, əgər birinci trimestr bir hamiləlikdən söhbət gedirsə, düşüklərdən söhbət gedirsə, bizim üçün bir nömrəli prioritet ananın həyatıdır. Hər zaman da ana olacaqdır. Bəli. Ona görə düşükləri əslində deyirik, bu problemi paylaşmaq istədik. Əslində düşükləri çox biz həkim olaraq ikinci dərəcəli problem sayırıq. Hətta problem saymırıq təkrarlayan düşükləri. Amma bayaq qeyd etdik, bəzən laxtalama pozğunları ana həyatını da təhlükəyə ata bilir və doğrudan da bir ailə övlad sahibi ola bilmirsə, 1, 2, 3, 5, 7 uşaq düşübsə, bu doğrudan da onlar üçün bir sağlıq sorunu kimi də qəbul oluna bilər. İlla ki, altında bir şeylər vardır. Yəni, bir də mütləq burada bir səbəb də vardır, deyə bilərik. Məncə, toxunmadığımız ümumi çalışdığımız qədər həm də sizə ən çox nəyə görə minnətdaram? Biraz verilişin adı elmi ad olsa da, mümkün qədər sadə şəkildə tamaşaçılara çatdırdınız məncə. Tamaşaçılar da sağ olsunlar səbirlə bizi dinlədiklərinə görə. Sizə təşəkkür edirik dəvətimizi qəbul edədiyinizə görə. Xatırladım ki, bugünkü qonağımız Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, həkim mama ginekoloqu doktor Ramil Teymurov idi. Çox sağ olun, doktor. Sizə də təşəkkür edirik. Yenə sabah saat 16:00-da Qadın Məsləhətxanasında Medikal Medianın canlı yayınında, Facebookda və YouTube səhifəsində sizinlə görüşməyə dəvət edirik. YouTube səhifəmizə abunə olmağı unutmayın ki, görüşlərimiz avtomatik mütəmadi hal ala bilsin. Bugünlük isə bu qədər. Sağ olun, sağlıqla qalın.